narkotik vasitə və odlu silah müsadirə edilib. Gəncə şəhər Baş Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini 42 yaşlı Xəqani Zeynalov şəhərin Atatürk prospektində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı gödəkçəsinin cibindən 28,2 qram tiryək aşkarlanaraq götürülüb. Xəqani Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən evdən bir ədəd nömrəsi silinmiş Makarov tipli tapanca, üzərində olan sandıqça və 3 ədəd güllə, 1 kiloqram 50 qram tiryək və ümumi çəkisi 29 kiloqram olan marixuana aşkarlanaraq götürülüb. Azərbaycanın Biləsuvar şəhərində, deməli, İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və onun vasitəsilə Azərbaycanın ərazisində pul verərək əldə etmişdir. Qurudulmuş marixuananı isə, deməli, Kür çayının qırağına gedərkən orada yığıb, qurutmuş və əldə etmişdir. Əldə olunmuş tapançanı isə ilkin soru zamanı bildirmişdir ki, bu Gəncə şəhərin ərazisində Çəngəl-Bıçaq deyilən yer var, xaraba yerdən, oradan tapmışdır. Ancaq bunun deməyinə baxmayaraq, biz həqiqətən də bu cinayət yolundan əldə olmuş kütlələrin və vasitələrin harda almasının ətrafında tərəmizdən tədbirlər davam etdirilir. Əvvəllər də Cinayət Məcəlləsinin 3 maddəsi ilə məhkumluq həyatı yaşayan Xəqani Zeynalov əldə etdiyi psixotrop maddələri satmaq istəmədiyini bildirib. 28 kilo deyəndə ki, 28 kilo nə deyək, o qaynarıb süt keçirsən, 28 kilo bir ay yalımın nəşəsidir. 2 silahı olaraq tapmışım, nəyə görə bilməliyəm ki? Silah olmaz, silah güc strukturlarında mı? Güc strukturlarında olanda bizdə də olur. Biz kişi deyil, bizim silahımız yox. Yox, söhbət ondan getmir ki, sən kişi deyirsən, söhbət ondan gedir ki, bu arı özüm saxlayıram da, lazım olur. Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış